Bizdə nə qədər moyka var da, maşın yuyulan yer. Türkiyədə o qədər ajanslar və yaxud da aktyorluq məktəbləri var. İndiyə qədər qərəzli yanaşan, film akademiyasından gəldiyinə görə kəsilən bir tələbə görməmişəm. Mütəxəssis heç vaxt onlara deməz ki, get orada sən tam hazırsan. Orada aldadıb, sonra gəlirlər Azərbaycana, Azərbaycanda başlayırlar aldadıb. Və film akademiyasından getdiyinə görə orada indiyə qədər kəsilən tələbə görməmişəm. İmtahanda istəyirsənsə yüksək nəticən olsun, birinci növbədə bu 5 şeyə diqqət eləməlisən. Ayşəma, bu kino ki var, bu çox qəliz məsələdir. Necəsiz müəllim? Çox sağ ol. Yaxşıyam, yaxşı olasan. Xoş gəlmisiniz. Xoş gördük, sağ ol. Müəllim, bugün qabiliyyət haqqında danışaq. Ümumiyyətlə qabiliyyət imtahanına hazırlaşmaq müddətində tələbələr hansı qabiliyyət, nəyin qabiliyyətinə? Ümumiyyətlə İncəsənət Universitetinə aktyor sənətinə hazırlaşmaq istəyən tələbələr, belə deyim, tələbə namizədlər qabiliyyət müddətində nəyə diqqət eləsinlər? Ümumiyyətlə qabiliyyət imtahanı müddəti universitetə qəbul üçün ən önəmli bir mərhələlərdən biridir. İncəsənət Universitetinin qabiliyyət imtahanları hər il keçirilir. Buraxılış balından asılı olaraq qabiliyyət imtahanına girib-girməyəcəyi müəyyənləşir. Qabiliyyət imtahanına verərkən xüsusilə nəyə diqqət etmək lazımdır? Birinci növbədə buraxılış balını keçmək lazımdır normal olaraq. Bu ildən də qalxıb 100 bal oldu. 100 bal olub. Yaxşı nəticədir əslində buraxılış qiymətinin qalxması, çünki aktyorluq savadlı bir peşə olmalıdır və 60 balla qəbul olmağın aktyorluğa və kinoya belə ciddi bir töhfəsi ola bilməz. Xüsusilə nəyə diqqət etmək lazımdır və bu materialları hazırlamaq üçün öncə bəzən uşaqlar deyir ki, mən özüm hazırlaşacağam. Biraz mən peşəkar mütəxəssis dəstəyi almaq lazımdır materialları hazırlaşan vaxtı. Çünki qabiliyyət imtahanında ancaq materialın formasına ya da əzbər olub olmamasına baxmırlar. Xüsusi qabiliyyət imtahanının öz necə deyirlər tələbləri var. Materiallar o tələblərə uyğun hazırlanmalıdır və hökmən bir mütəxəssis dəstəyi almalıdır. Bunun fərqi yoxdur. Yəni öncədən artıq qabiliyyət imtahanı hazırlaşdıran və nəticələri olan istənilən bir quruma və yaxud da təşkilata, necə deyirlər, tədris müəssisəsinə müraciət eləsələr, əsas odur ki, hökmən bir mütəxəssis dəstəyi almalılar ki, nəticələri daha yaxşı olsun. Ən azından faiz artsın, qəbul olma faizi. Film akademiyasının özündə də qabiliyyətə hazırlaşdırırıq tələbələri. Bəzən qəbula gələndə də belə bir sualla gəlirlər ki, burada hazırlaşıramsa mənə deyirlər ki, kəsiləcəm və yaxud da belə şayələr kənarda gəzir. Ümumiyyətlə belə deyək, birinci növbədə Azərbaycan Film Akademiyası qabiliyyəti hazırlaşdırmır da, aktyorluq kursu hazırlaşdırır, səhifə var və yaxud da Flix Film School adından hazırlaşdırırıq biz tələbələri. Bunu öncəliklə qeyd eləmək istəyirəm. İkinci növbədə indiyə qədər, yəni 5 illik tədris qabiliyyəti uşaq hazırlayırıq, 5-ci ilimiz, 6-cı ilimizə keçirik və bu 5 il müddətində mən indiyə qədər qərəzli yanaşan Film Akademiyasından gəldiyinə görə kəsilən bir tələbə görməmişəm. Əksinə ən çox tanınan tələbələrimiz Firuzəsi olsun, Nicat olsun, Anar və digər bütün onlarla tələbə adı sayıram ki, biliblər ki, Film Akademiyasının tələbəsidir və qəbul ediblər. Elə Rəşad Zöhrab da siz də deyəsən eləmisiz, öncədən demisiniz ki, mən harda hazırlaşmışam və baxmayaraq qəbul ediblər. Yəni bəzən tələbələr elə bir şey yaradır ki, sanki Film Akademiyası İncəsənət Universitetinə qarşıdır. Əslində bu çox absurd bir yanaşmadır. Biz niyə öz kökümüzə və yaxud da o tədrisin bünövrəsi olan İncəsənət Universitetinə qarşı olaq. Bu axmaqlıqdır. Bundan başqa ad vermək olmaz. Biz maksimum nəticə ilə barışmaya bilərik ki, oranın öz müəllimləri də, öz tələbələri də hazırda universitetin nəticələri ilə barışmır. Yəni onların öz müsahibəsində də bunu qeyd edirlər. Biz sadəcə onların dediyini dəstəkləyirik. Yəni biz qarşı deyilik. Əksinə 100 illik tarixi olan bir universitetə qarşı olmaq, tədris ocağına qarşı olmaq bu çox axmaq bir davranış olardı. Ona görə də bizim qarşı olduğumuz sadəcə qarşı da deyil. Sadəcə istəyirik ki, nəticələr daha yaxşı olsun, kino aktyorluğu inkişaf eləsin və bunun üçün də əlimizdən gələni eləyirik. Və Film Akademiyasından getdiyinə görə orada indiyə qədər kəsilən tələbə görməmişik. Bu sadəcə türklər buna şəhər əfsanəsi deyirlər. Yəni şayiə yayılır. Şayiəni də yaymaqda əlbəttə ki, biz qabiliyyət imtahanına biz hazırlaşdırırıq. Bizdən başqa da hazırlaşdıran var. Və çox təəssüf olsun ki, bəzən beləncə rəqabətin bu cür lazım olmayan, o
ora getməyin, bizə gəlin, bizdən keçə. Belə bir dəxlisiz bir rəqabət yarana bilər. Biz əslində yenə də deyirəm, qabiliyyət imtahanı hazırlamaq bizim prioritet məqsədimiz deyil. Biz sadəcə Film Akademiyasında olanları hazırlayırıq və indiyə qədər də faiz olaraq, məsəl üçün də ən yüksək nəticələr 20 tələbədən 17-si qəbul olursa, 15 tələbədən 12-si, 17 tələbədən 15-i qəbul olursa, bu artıq yüksək nəticədir. Yəni 80-85% nəticə deməkdir. İndiyə qədər də bu 5 il ərzində 80-85% nəticə ilə biz uşaqları universitetə qəbul olmasına, necə deyirlər, hazırlaşdırmışıq və bu nəticələri əldə etmişik. Bundan sonrakı prosesdə də yenə deyirəm, bizə qabiliyyət imtahanına daha çox bizim öz xəttimiz, öz necə deyirlər, kino aktyorluğu üzrə getməyə daha çox istəyirik, nəinki qabiliyyət imtahanı. Çünki qabiliyyət imtahanının tələbləri, göstəriciləri fərqlidir. İndiyə qədər yəni mən Film Akademiyasından qəbul olub da, yəni qabiliyyət imtahanından kəsilən görməmişəm. Əksinə, dediyim kimi ən yüksək nəticələr Film Akademiyası göstərir. Yəni bir var 20 tələbədən 15-i qəbul olur, bir də var 60 tələbədən 20-si qəbul olur. Baxanda hə bizdən 15 nəfər qəbul oldu, onlardan 20 nəfər, yəni qarşı. Amma say kəmiyyət və keyfiyyət məsələsi var. Biz daha çox keyfiyyətə üstünlük veririk, nəinki kəmiyyətə. Yəni kəmiyyətə arxasıcan qaçmırıq da. Tələbə gəlir, əgər faiz şansı azdırsa, yəni sırf ödənişə görə götürmürük. Birinci növbədə valideynə bildiririk. Yəni bizdə qəbul prosesindən keçmək, bizim qabiliyyət prosesi daha çətindir, nəinki digərlərində. Ümumiyyətlə hazırlaşan tələbələr olsun, daha çoxu özünə inamlı, özgüvənli olmaqla eqonu qarışdırırlar da. Buna da bir də aydınlıq gətirək, məlumatlansınlar, bilsinlər. Ümumiyyətlə qabiliyyət imtahanına hazırlaşan vaxtı nəyə diqqət etmək lazımdır? Materiallardan daha çox psixoloji hazırlıq önəmlidir və psixoloji hazırlıqda qarşı tərəfdə orada oturan müəllimlər çox dəyərli və Azərbaycan kino sahəsində çox böyük rolu olan şəxsiyyətlərdir. Bayaq dediyiniz o qabiliyyətə nəyisə görə qərəzli kəsmə məsələsi nə onlara yaraşar, yəni indiyə qədər də görməmişəm də, onlar özlərinə hörmət edən və mütəxəssislərdir. Birinci növbədə bunu başa düşmək lazımdır və onların qarşısına çıxanda təsəvvür elə sən futbolçu olmaq istəyirsən və Messi, Ronaldo'nun qarşısına çıxırsan. Yəni bu yanaşma ilə qabiliyyətdə orada müəllimlərin qarşısına çıxanda eyni yanaşmadır. Orada qabiliyyət universitetində, yəni İncəsənət Universitetində qabiliyyətdə oturanlar da təhsil sahəsində, yəni aktyorun təhsili sahəsində Messi, Ronaldo'su və yaxud da Iniesta'sı sayılır. Futboldan başa çıxanlar bilər yəqin nəyi nəzərdə tuturam. Bu dəyəri onlara düzgün şəkildə vermək, bunu başa düşmək və buna görə getmək lazımdır. Bəli, ego ilə şeyi qarışdırmamaq lazımdır, özgüvəni. Ego qarşı tərəfi özünü hər kəsdən yüksək tutmaq deməkdir və qarşı tərəfi böcək kimi görmək deməkdir. Amma özgüvəni isə qarşı tərəfə də hörmət eləyir, qarşı tərəfi də artıq bir yerdə görür və özünü də aşağı görmür. Yəni bərabər səviyyədə görür. Bu da özgüvəndir. Bu qarşılıq olmamalıdır ki, qabiliyyət imtahanında istəyirsənsə yüksək nəticən olsun, birinci növbədə bu 5 şeyə diqqət eləməlisən. 1. Materialları düzgün şəkildə hazırlamalısan, əzbərləməlisən. 2. Materialların subteksti, yəni şuur altında olan prosesi düzgün şəkildə öyrənməlisən. 3. Qabiliyyət günü geyim, otağa giriş və çıxışın düzgün şəkildə olmalıdır. 4. Qabiliyyətdən sonrakı prosesdə, çünki bəzən otaqdan çıxandan sonrakı proses daha önəmlidir, nəinki otağa girdiyin proses. Buna xüsusi hazırlaşmalısan. 5-ci və ən əsası da disiplinlə həyəcanı psixoloji olaraq idarə etməyi bacarmalısan. Bu 5 nüansa diqqət eləsələr, mən inanıram ki, hər birində də çox yüksək nəticələr olacaq. Ümumiyyətlə qabiliyyət imtahanına neçə müddət hazırlaşanda insan ümumiyyətlə tələbə deyə bilər ki, hə mən imtahana girməyə hazıram. 1 il ola bilər, 2 il, 3 ay, 5 ay, 1 həftə. Bu individual bir cavab tələb eləyir. Çünki insandan insana bu dəyişir. İnsan var gəlir sadəcə universitetə qəbul olmaq üçün. Onun üçün fərqi yoxdur. Aktyor olmaq istəyir. Sadəcə əsgərlikdən qalmaq üçün və yaxud da sadəcə qohum, əqraba qınağından qurtulmaq üçün universitetə bal ora çatıb deyə gəlib. Bu daha uzun müddət hazırlaşmalıdır. Çox vaxt biz belə tələbəni götürmürük. Yəni konkret məqsəd yönlü əgər aktyor olmaq istəyirsə onu götürürük də. Yəni sırf əsgərlikdən qalmaq üçün və yaxud da sırf qaloçka üçün qəbul olursa biz belə tələbəni götürmürük. Daha çox istəyirik ki, məqsədi olsun. Çünki nəyə görə götürmürük? Əgər bunun məqsədi olmazsa, qəbul olmaq şansı da düşür aşağı. Ona görə boş yerə götürməyin də mənası qalmır. Birinci növbədə müddət olaraq, məqsəd yönlüdürsə, hardasa ortalama 6-7 ay bəs eləyir. Və bu yenə də insandan insana dəyişir. İnsan var ki, kompleks divarları daha qalındır, bu daha çox uzun müddət tələb eləyir. İnsan var, kompleks divarları nazikdir, bu daha qısa müddətdə əmələ gələcək
nəticələr göstərəcək. İnsan var, diksiyası, cırcısı, artikulyasiyası daha çətindir, bərkdir, ondan daha uzun müddət işləmək lazımdır. Yəni insandan insana dəyişir. Amma ortalama biz götürürük yanvar və fevral ayından başladırıq ki, uşaqların qabiliyyətə qədər o hazırlıq, buraxılış imtahanına da rahat hazırlaşsınlar deyə. Daha çox yanvardan başlayırıq. Yəni 1 il məşğul olmağın bir çox vaxt mənası qalmır da, belə deyək. Yenə də deyirəm. İndiyə qədər bizə yanvardan, fevraldan başlamışıq və həmişə də kifayət eləyib o müddət. Hətta sonda bir ay boş vaxtımız da olur da, deydim bura üzr istəyirəm. Sonda hətta bir ay qalan boş vaxt da qala bilir. Uşaqdan uşağa dəyişərik. Çox da qabiliyyət imtahanına hazırlaşırıq, materialları da köhnəltməmək lazımdır. Yəni o nüans da çox önəmlidir. Yəni bəzən o qədər materiallarla məşğul olurlar ki, materiallar köhnəlir, təravətliyini itirir. Buna da xüsusi diqqət eləmək lazımdır. Bəzən elə tələbələr də olur ki, tutaq ki, ətrafında 2 nəfər, 3 nəfər deyir ki, sən bacarıqlısan, sən getsən havada qəbul eləyəcəklər. O yükləmə ilə gedir. Yəni dəxsiz özgüvənlə, hazır cavablıqla, bir deyəndə 5 qaytarmaqla gedir ki, mən onsuz da qəbul eləyəcəklər, çünki mən istedadlıyam, bacarıqlıyam. Bu tip tələbələr bəs nə etsin? O tip tələbələr birinci mütəxəssis dəstəyi almırlar böyük ehtimal. Alsalar o şeyə girməzlər. Mütəxəssis heç vaxt onlara deməz ki, get orada sən tam hazırsan. Həmişə mütəxəssis onları şeydə saxlamalıdır. Yəni %100 hazırlıq deyə bir şey yoxdur. Çünki oradakı vəziyyət individual vəziyyətdir. Yəni bəzən səndən öncə girən adam artıq sənin balını müəyyənləşdirir. Səndən öncə girən elə yüksək nəticə göstərər ki, sənin materialın dəyəri düşər aşağı və yaxud da səndən öncə girən elə zəif bir şey göstərər ki, sənin dəyərin qalxar yuxarı. Ona görə də bu cür vəziyyətə heç vaxt %100 əmin eləmək olmaz heç kimi. Bəzən o %100 əminlik orada oturan münsiflər, müəllimlərə qarşı hörmətsizlik aparıb çıxardır. Yəni özlərinə elə aparırlar ki, tələbə elə bil ki, sanki bu hazır idi, müəllim onu kəsdi. Yox, hazırsansa oradakı müəllim düzgün, artıq illərdir təcrübəsi var, düzgün şəkildə sən hazırsansa keçiriləcək və qəbul olmağın üçün də sən həyəcanına da göz yuma bilər. Amma qəbul hazır deyilsənsə və dəxlisiz bir eqon, özgüvənin varsa, o da təsir eləyəcək kəsilməyə. Ümumiyyətlə insanlarda belə bir şey var ki, əsasən günahı qarşı tərəfdə axtarırlar da. Ki, imtahandan çıxandan sonra məni qəsdən kəsdilər, mən apellyasiya verəcəm, apellyasiyada heç nə olmur, çünki kamera var, çəkiliş var, belə bir şeylər də baş verir. Bəli, bu 5 il müddət ərzində mən qəsdən kəsilən indiyə qədər tələbə görməmişəm. Qərəzli, ayıq, yox. Kəsilməyin hökmən bir səbəbi olub. Səbəblər də müxtəlifdir. Ya stres testə dözə bilməyib, ya cavab qaytarıb, ya aktyor oyunu düzgün olmayıb. Yəni şeiri deyib əzbərə, amma burada başqa şey fikirləşib. Yəni yüzlərlə səbəb saymaq olar. Yəni indiyə qədər qərəzli şəkildə kəsilən bu müddət ərzində mən görməmişəm. Sar müəllim, təsəvvür edin, mən gəlmişəm qəbula, aktyor olmaq istəyirəm. Nəyə diqqət etməliyəm? Gəl burdan başlayaq da. Qəbula yox, ümumiyyətlə aktyor olmaq istəyən bir insan nə eləsin ki, ümumiyyətlə yadda saxla, bu aktyor olmaq istəməyi bir insanlarda zaaf deyirlər türklər ona. Yəni bu bir fürsətçil insanlar üçün bir fürsətə çevrilir. Mənim aktyor olmaq istəyim bir çox işbazlar üçün fürsətdir. Nəyə görə? Bu istəkdən yapışaraq, gəl səni kinoya çəkək, gəl səni aktyor eləyək. Və bunun qarşılığında, gəl falan qədər versən, baş obrazı çəkim, falan qədər kastinqdən keçsən, şeyi çəkim. Birinci növbədə yadda saxlayın da, aktyor olmaq istəyirsə bir insan nəyə diqqət etməlidir? Bu yol uzun bir yoldur. Yəni bir günə sən aktyor eləyim, kursu bitirən kimi məşhur olacaqsan deyə bir sözlə gəlirlərsə, deməli burada nəsə bir problem var. Elə dünyada elə bir şey yoxdur ki, sən kursu bitirən kimi məşhur olacaqsan, bir şey yoxdur. Birinci növbədə seçmək lazımdır. Aktyorluq təhsili mi almaq istəyir, yoxsa məşhur mu olmaq istəyir? Məşhur olmaq istəyirsə, bunun üçün aktyorluq daha çətin yoldur, daha asan yolları tövsiyə edirəm. Nədir? TikTokda açsın, canlı yayımda ağzına gələni desin, səhərsi gün məşhur olacaq, hər kəs onu tanıyacaq. Asan yolu budur, məşhur olmağın yolu budur. Amma aktyor olmaq istəyirsə, düzgün şəkildə təhsilini almalıdır. Təhsil konkret necə olmalıdır? Yəni həftənin konkret günləri, konkret saatları olmalıdır. Bu gün 3-cü gün, sabah 5-ci gün olmamalıdır. Konkret sənə cədvəl, proqram verməlidirlər və proqram içərisində konkret dərslər olmalıdır. Diksiya dərsləri, plastika dərsləri, səs və nitq dərsləri, ümumilikdə nə bilim kompleks məşğələlər toplusu olmalıdır. Ancaq siz gəlib oturun, ancaq mən danışım və siz də qulaq asmaqdan aktyor olunmayacaq. Yəni konkret məşğələlər olmalıdır və bu məşğələlər səni formalaşdırır. İkinci növbədə nəyə baxsın? Həmin təqdim edən müəssisənin bir nəticəsi varmı? Yəni indiyə qədər bir nəticə ortaya qoyma. Buna diqqət eləməlidirlər. Ehtiyatlı olmalılar nədən xüsusilə? Gəlin pul verin, siz kinoya çəkim.
məşhurlaşdıram. Yəni bu cür şeylərlə gəlirlərsə biraz ehtiyatlı olsunlar. Xüsusən də məsəl üçün son trendlər çıxıb Türkiyədə aktyor olmağa şirinlikləşirlər və həmin o tələyə düşürlər. Çünki Türk kinosuna inanırlar və o tələyə düşürlər. Orada nəyə diqqət edəsinlər? Yadda saxlayın. Əgər Türkiyə kimi böyük bir bazarda bir insan özünə yer tapa bilməyib, Azərbaycana gəlibsə, Azərbaycanda əslində kino bazarı yoxdur. Qaçıb Azərbaycana gəlibsə, bil ki, o Türkiyədə ən uğursuz məsələlərdən ya da şəxslərdən biridir. Ümumiyyətlə Türkiyədə bizdə nə qədər moyka var da, maşın yuyulan yer. Türkiyədə o qədər ajanslar və yaxud da aktyorluq məktəbləri var. Orada Türkiyənin əhalinin yarısı aktyor olmaq istəyir. Ümumiyyətlə türklərdə belə bir deyim vardı. Kim avaradsa, ya gedib aktyor olacaq, ya da aktyorluq məktəbi açacaq. Yəni Türkiyə kimi belə bir bazardan orada yenə deyirəm, hər addım başı burada ajans mı deyirlər ona, hansı ki casting şirkətləri falan orada doludur və orada özünə kök tapa bilməyib, yəni fırıldaqçı orada aldadıb, sonra gəlirlər Azərbaycana, Azərbaycanda başlayırlar aldatmağa. İndiyə qədər yəni görməmişik ki, buradan göndərsin Türkiyədə. Figuran kimi xüsusən də 800.000 manat pul ödəmək lazım deyil. Əgər sən bir kinoda figuran olmaq istəyirsənsə, orada Türkiyədə ajanslar çoxdur. Gedirsən ajansa, indi 500 lira falan olmalıdır, 50 manat falan, 20 manat, 50 manat ödəyirsən və səni alırlar qeydiyyata, belə deyək də, və serial çəkilişi olanda gəlsən figuran kimi çəkilirsən, pul varsan, səhərdən axşama qədər görür. Yəni bunun üçün xüsusi təhsilə və yaxud da ay mən 800.000 manat verməyə ehtiyac yoxdur. Sadəcə figuranlıqdır. İstənilən bir Türkiyədə ajansa düzgün şəkildə ajansa yazılsan, figuranlığa şərait yaradır. Amma aktyor olmaq bundan mümkün deyil. Xüsusən nəyə diqqət etmək lazımdır? Aktyorluqda uzun bir yolculuqdur. Düzgün şəkildə təhsilini almaq lazımdır. Kino və yaxud da teatr təcrübəsi yaşamalıdır prosesdə və ondan sonra karyerasının quruluşu üçün də şans önəmlidir. Yəni aktyorluqda ancaq önəmli deyil. Təhsillə yanaşı şansın da olmalıdır. O şansı ya sən bu prosesdə qalaraq uzun müddətli öz şansını yaranmağını gözləməlisən, ya da ki, nə bilim, şanslı da olmalısan. Bu ikisindən biri olmalıdır. Bəzən də elə olur ki, gəlirlər, mən aktyor olmaq istəyirəm, uşaqlıq arzumdur. Elə bilirlər ki, gələn kimi də pyes əlində, ssenari əlində get çəkiləcəksən, sabahları çəkilişdir. Amma oradan risk də o da. Yəni gələn kimi sənin ssenarini verirlərsə, bu artıq riskdir də. Sən onu öyrənməmiş nətər kamera önünə çıxardırsan. Bir var ki, məsələn, bizdə də olur bəzən, amma biz zərurət olur. Öncədən bir 3 aya ən azı tamamlayır. Ondan sonra baxırıq yenə də kumaşına, materialına baxırıq ki, bu verə bilərmi bizim istədiyimiz basic səviyyəni ki, sonradan kinonu tamamlayaq. Amma sən gələn kimi ala bu pyesi əzbərə səhərsi gün çəkilişdə, çəkiliş üçün falan qədər pul ödə, bu artıq tələdir, buna düşməmək lazımdır. Bəzən müraciət edirlər, mən aktyorluğu falan yerdə bitirmişəm, Türkiyədə bitirmişəm, falan kursda bitirmişəm, falan yerdə bitirmişəm, mən kinoya çəkilmək istəyirəm deyə müraciət edirlər. Birinci növbədə bizim öhdəçiliyimiz öz tələbələrimizin qarşısındadır. Yəni Film Akademiyasını, Flix Film School-u tamamlayan tələbələrin qarşısında öhdəçiliyimiz var. Yəni biz onları saxlayıb başqa bir yerə təhsil müəssisəsini bitirən tələbələri heç vaxt çəkmərik. Ona görə də bəzən şeylər, niyə bizi çəkmirsiniz, ancaq öz uşaqlarınızı? Bəli, biz özəl bir müəssisəyik və birincili öhdəçiliyimiz öz tələbələrimizi kino ilə təmin eləməkdir ki, indiyə qədər də eləmişik. Yəni elə bir tələbəmiz olmayıb ki, kinoyu çəkmədən yola salaq. Maksimum 1-2 nəfər, onda üzürlü səbəbi olub. Ya çağırmışıq, gəlməyib, ya özündən qaynaqlanan hökmən bir səbəb olub. İndiyə qədər kinoya çəkmədiyimiz tələbə qalıb. Və öhdəçiliyimiz birinci növbədə öz tələbələrimizin qarşılığındadır. Bəli, eyni obraz, eyni necə deyirlər, obraza bizim Film Akademiyasında əgər uyğun sema tapılmasa, başqa yerdən axtara bilərik ki, indiyə qədər belə bir şey olmayıb. Maksimum böyük yaş kateqoriyası olub. Məsəl üçün Elşən Rüstəmovla çalışmışıq, Kübra Əliyevanı çəkmişik. Onlar da artıq böyük yaş kateqoriyasında tələbələr bəzən gəlmirlər. Buradan qeyd eləmək istəyirəm ki, heç bir yaşda gec deyil. Bəzən bizi izləyir 55, 35, 45 yaşlı insanlar və deyir ki, artıq mənim üçün gecdir. Orada ancaq uşaqlardır. Yox, uşaqlar deyil. Bura 50 yaşlı tələbə də var. 50 yaşlı tələbə də var, 40 da var, 35 də var. Sadəcə bizdə daha çox gənclər olduğu üçün onlar daha çox görsənlər. Heç bir yaşda gec deyil. Əsas odur ki, istəyirsiniz, onsuz da bu od sizin canınıza düşübsə, sizi bir ömür onsuz da rahat buraxmayacaq. 50 yaşında, 60 yaşında, 65 yaşında belə durub gələnlər var. Görmüşəm faktiki olaraq. Qrupun yığılmağını gözlədik. 65 yaşlı bir qadın gəlmişdi. Dedik ki, yaxşı qəbul edirik, potensial var idi. Qrupun yığılmağını gözlədik. Hardasa bir həftə, 10 gün keçdi üzərindən ki, uyğun qrup yığılsın. Ondan sonra zəng elədik.
qızı açdı bu dəfə telefonu ki, anam dedi dünyasını dəyişib. Belənçən də olur. Yəni son nəfəsə qədər onsuz da bu aktyorluq əgər odu canınıza düşübsə, bu iki yolla olur da. Ya genetik kodlarla hökmən nəsildə kimsə ya atamı, anamı, ya bibimi, xalamı, dayımı kimsə aktyor olmaq istəyib, sadəcə içində qalıb da belə deyək, həyata keçirə bilməyib. Ya bu genetik kodlarla gəlir insana, ya da ki hardansa yoluxur bu xəstəlik. Əslində bu pozitiv mənada bir xəstəlikdir. Əlacının bir yolu var. Özünü nə qədər tez səhnəyə atsan, bir o qədər rahat nəfəs alıb daha sağlam qalacaqsan. İtirdikləri sadəcə vaxt olur. Nə qədər tez müraciət eləsələr, 45 yaş var, yox, mənə gecdə 50 yaşında yenə də o istəklər olacaq. Yenə də hər kinoya baxanda o hisslər baş qaldıracaq. Sadəcə itirdiyi illər olacaq ortaya. Yəni nə qədər tez müraciət eləsə, o qədər sağlam qalacaq. Və burada kursda da olanların fərqi yoxdur. 15 yaşı yoxsa 45 yaşı. Ruhən hər kəs eyni yaşdadır, hər kəs uşaqdır. Aktyorluq zaten o içindəki uşağı diriltmək deməkdir. Burada da bizim işimiz odur. İçindəki o kompleksi olmayan, azad ruhlu, dünyaya tamam fərqli bir cəsarətlə baxan uşağı diriltməkdir. Aktyorluq sənəti odur. Ona görə də burada fərqi yoxdur. Ya 55 yaş olsun, ya 15, ya da 5. Hamısı bizim üçün eyni yaşdadır. Aktyorluğun yaşı eynidir. Söhbətin əvvəlində dediniz ki, diplomlar, sertifikatlar belə baxıram ki, ümumiyyətlə belə çıxır ki, yaradıcı sahələrin heç birində ümumiyyətlə diplomun, sertifikatın, təltifnamənin heç bir önəmi yoxdur. Bacarığı olandan sonra, istedad olandan sonra. Aktyorluqda ümumiyyətlə diplom sənə yol aça bilər. Heç bir də nə yol açar. Yəni sən biz məsəl üçün Amerikaya göndərmişik, heç vaxt gedib diploma baxmayıblar. Bacarığı varmı yoxsa bürokratik şeylərdə bir kağız parçası istəyə bilərlər, amma o rol oynamır. O ikinci addımdır. Birinci qabiliyyət varmı ona baxırlar. Yəni diplomla aktyor olunmur. Necə diplomla rəssam olunmur da, rəssamlıq qabiliyyəti varsa var. Diplom onu sadəcə hansısa bir xəttdə inkişaf eləməsinə bir rol oynaya bilər. Amma Azərbaycanda biz bir çox diplomsuz aktyorlar var. Bu günləri bütün kinolara çəkilirlər. Dövlət televiziyasında yayımlanır kinoları, kinoteatrda yayımlanır və baxanda İncəsənət Universitetini bitirməyib. Yəni diplomsuz da dünyanın özündə Tarantino hansı diplomu yoxdur, amma neçə dənə Oscarı var da belə deyək, rejissor olaraq. Bu yaradıcı sahə diploma deyil, bacarığa və şeyə baxır, disiplin çalışmağa. Çox sağ ol dəvətə görə. Siz sağ olun. Təşəkkür edirəm. Təzə mikrofonlarla mənə mübarəkdir. Mübarəkdir. Qəşəng qulağım batdı. Yavaş gül. Ay Cəmal, bu kino ki var, bu çox qəliz məsələdir.